Şərhləriniz də, mesajlarınız da məni çox həvəsdən salır, amma gəlin aydınlığa qovuşduraq. Motorlarda əldə də, ayaqda da əyləc var. Amma təlimçi mənə deyir ki, əldəki əyləci istifadə eləmə, çünki çox təhlükəlidir. Okey. Ayaqdakı əyləci istifadə elə, amma ayaqdakı əyləci istifadə eləyərkən də debriyaja basmağı unutma. Debriyaj da mufta. Ona da okey. Amma bu debriyajı bu əyləcdən əvvəlmi, sonramı, eyni vaxtda mı basmalıyam deməyib. Bilmirəm. Başa düşürsüz? Yürü ya kulum deyib, okulda yürüyüb, gedib səkiyə çatanda danq eləyib ki, nəyə o vaxt basmalıydım mən? Nəyi nə vaxt basmalıydım mən? Əgər əldəki əyləci çox təhlükəlidirsə, nə qədər təhlükəli, nə ola bilər maksimum? Hansı sürətdə getsən nə ola bilər, nə baş verər? Bunları da deməyib. Çox təhlükəlidir, okey. Çox təhlükəlidirsə əldəki əyləc, bu debriyajı ayaqdakı əyləcdən əvvəl bassam nə qədər təhlükəlidir, sonra bassam nə qədər təhlükəlidir, tək bassam nə qədər təhlükəlidir, tək əyləc bəs eləyərmi? Beynimdə eyni anda milyon dənə başa düşdünüz? Siz də məni həvəsdən salırsınız ki, sürə bilmirsən. Mən 5 dəqiqəyə öyrənmişdim. Mən 15 dəqiqəyə öyrənib evə sürə-sürə getmişdim. Tamam, ən sürən sənsən, ən götürmə qabiliyyəti yüksək olan sənsən. Elə sizin aşığınıza öyrənib, elə sizə göstərə-göstərə də sürəcəm. Nəysə dedik, güldük, kapat.